Bütün süfrələrin şahı, bayramların əvəz olunmazı nar salatım qarşınızdadır. Hər bayram bu salat süfrəyə ayrı bir gözəllik və ab-hava qatır. Nəinki dadı, görünüşü ilə də hamını diqqətini çəkir. İçində nələr var desəniz, toyuğun döşəti, mayonez, qırmızı soğan, qırmızı konserv lobya və təzə nar dənələri. Hər bir loxması sevgi və bayram ruhu ilə doludur. Narın qırmızı dənələri isə həm gözəllik, həm də xoş əhval gətirir. Sanki süfrəyə bir parça bayram işığı səpillir. Bu salat təkcə yemək deyil, bayramın əsl rəmzidir. Birlik, sevinç və bərəkət simvolizə edir. Ümid edirəm ki, bu nar salatı hər kəsin süfrəsində gözəl əhval, şən söhbət və xoş xatirələr qalacaq. Mütləq siz də hazırlayın əziz xanımlar. Bayramınız mübarək olsun. Nuş olsun.